Mən Hüseynova Ülker, 20 yaşım var, 2-ci kurs tələbəsiyəm. Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində İqtisadiyyat tədris ingilis dilində təhsil alıram bu sahə üzrə. Bundan əlavə olaraq sizin həqiqətən bu dərs mənim gələcəkdə çox işimə yarayacaq dediyiniz fənlər keçirsinizmi? Məncə iqtisadiyyat, əlimizdə məhdud sayda resurslar var, lakin insanların istəkləri və ehtiyacları heç zaman bitmir, sonsuzdur və biz bu məhdud resurslarla insanların sonsuz istəklərini necə maksimum mənfəət əldə etməklə hazırlaya bilərik, istehsal edə bilərik və satış edə bilərik. İqtisadiyyat bunu öyrənir. Belə düşünürəm ki, iqtisadiyyat deyəndə çox insanın ağlına sadəcə satmaq, almaq, bank işləri gəlir, amma əslində iqtisadiyyat başdan başa insanda güvən yaratmaqdır və insan psixologiyasından çox asılıdır. Çünki sənin iqtisadiyyatda sən insanlarla mütəmadi olaraq ünsiyyətdəsən və insanlara satış edirsən. Onların nəyə ehtiyacı var? Onlar sənə güvənirmi? Bu brendə güvənirmi? Yəni ilk növbədə sən bunu nəzərə almalısan və insan psixologiyasını, cəmiyyəti öyrənməlisən deyə düşünürəm. Və keçdiyimiz bütün fənlər əslində iqtisadiyyatla tam bağlıdır. Amma elə fənlər var ki, insan bəzən düşünür ki, bunun nə əlaqəsi var iqtisadiyyatla? Məsələn, multikulturalizm keçirdik 1-ci kursda. Amma əslində dediyim kimi başdan başa yenə də çox əlaqəlidir. Çünki orada biz insanları, müxtəlif mədəniyyətləri, dinləri öyrənirdik və bunları əgər bilməsək, bizdə belə bir termin var, target audience. Yəni bizim kütləmizi bilməsək, onlara nəyi satmaq lazım olduğu, necə güvən yaradacağımızı da bilməliyik. Ona görə bu cür fənlərdə əslində iqtisadiyyatla əlaqəli deyə düşünürəm. Bundan əlavə məncə ən sevdiyim fən reklam ola bilər. Reklam fənnini çox sevirdim. Çünki iqtisadiyyat biraz sıxıcı kimi görünür, amma reklam onun daha rəngarəng hissəsidir. İqtisadiyyatda rəqəmlər əsasən bizə nədir, vəziyyət hal-hazırda nədir, onu göstərir. Amma reklam insanları orada göstərir, rəngarəngliyi göstərir, necə insanlara təsir eləyir və insanlar necə təsir eləyir reklamı, bunu göstərirdi. Ona görə mənim üçün maraqlı fənn idi. Çox sağ olun ətraflı məlumat verdiyiniz üçün. Bundan əlavə olaraq mən bilmək istəyirdim ki, sizdə praktiki dərslər olurdu. Məsələn, reklam dərsi keçirsiniz. Burada hər hansısa bir praktika eləyirdiniz. Məsələn, reklam hazırlayırdınızmı? Bu tip məsələlər. Bəli, bizim sərbəst iş mövzumuz elə bir məhsulu seçmək və bu məhsulu gözəl şəkildə reklam etmək, insanlara çatdırmaq, onun haqqında məlumat vermək idi. Və bizim qrup işimiz sürməni təqdim eləmişdik, reklam eləmişdik. Gözəl prezentasiya olmuşdu. Digər qrup yoldaşlarımın da prezentasiyaları maraqlı idi. Hərəmiz ayrı-ayrılıqda məhsullar seçmişdik. Yəni əgər praktikaya daxildirsə, bəli, belə bir şey eləmişdik. Bəs bundan əlavə praktika? Hələ ki yox, yəqin ki 3-cü, 4-cü kursda, amma reklam barədə olarmı bilmirəm. Və bundan əlavə bilmək istəyirdim ki, Bakı Dövlətdə belə bir mif var ki, imtahanlar çox çətin olur, bütün tələbələr kəsilir. Sizcə bu belədir və sizin imtahanlarınız ümumiyyətcə necə keçir? İmtahan sistemi necədir? Yazılıdır, şifahidir və bal aralığı nə qədərdir? Bizdə digər bəzi universitetlərdən fərqli olaraq test şəklində deyil imtahanlar. Yazılıdır və bəzi fənlər var ki, onlar da şifahidir. Bir A4 vərəqi doldurmalıyıq, yəni hər sual üçün. Əsasən 5 sual düşür və hər birində dediyim kimi elə bir A4 vərəqini doldurmalıyıq cavabımızda. Belə deyim ki, əslində müəllimlərdən və fəndən asılıdır çətinlik, asanlıq səviyyəsi. Oxuyan tələbə üçün əslində realdır keçmək. Yenə dediyim kimi müəllimlərdən asılıdır və bəzi riyazi fənlər var ki, onları istər-istəməz qavramaq biraz çətin olur. Çünki nəzəri hissədən əlavə sən misal da öyrənməlisən və bu da çətinlik yaradır, amma məncə keçmək mümkündür. Bir də belə bir şey var ki, 1 ay boyunca olur imtahanlar və imtahan aralıqları da fərqli olur. Elə imtahanlar var ki, arasında 3 gün var, eləsilər var ki, 1 həftə var və elə olanda bizə haqq verirlər ki, özümüz həmin aralıq imtahan vaxtlarına istədiyimiz fənni yerləşdirək. Bu əslində bizim üçün məncə avantajdır. Çünki çətin fənləri aralığı yüksək olan yerlərə yerləşdiririk. Belə olanda daha uzun müddətə yaxşı şəkildə qavrayıb həmin imtahanı verə bilirik. Belə. Gözəldir, mən bilmirdim bunu.